Bu gün Daşkənddəki evlər əsasən 3-5 mərtəbəli, çox da hündür olmayan binalardır. Onların əksəriyyəti 1966-cı il zəlzələsindən sonra tikilib. Evlər əsasən minimal mənzillərdən ibarətdir. Belə ki, bir qonaq otağı, bir yataq otağı olan 60-70 kvadrat metrlik 2 otaqlı mənzillərdən danışırıq. Bundan əlavə, Özbəkistanın ərazisinin böyük bir hissəsi dağlarla və səhraya bənzər quru torpaqlarla əhatə olunub. Əhalinin əhəmiyyətli bir hissəsi kənd yerlərində yaşayır. Kənd yerlərində insanlar at çapmaq, süvarilik kimi idman növləri ilə məşğul olur. Əcdadlarından miras qalan hər bir mədəniyyəti yaşatmağa çalışırlar. Xüsusilə kəndlərdə insanlar daim ət yeyirlər. At əti daxil olmaqla onlarca ənənəvi ətli yeməklər var. Əti adətən plovla birləşdirirlər, hətta ətin yağını çörəyə belə əlavə edirlər. Kəndlərdə ən məşhur yeməklərdən biri təbii ki, özbək plovudur. Bu plov adi plov deyil və tərkibində quzu əti ilə yanaşı noxud, kişmiş, sarımsaq kimi bir çox əlavə ingrediyentlər var. Bu yemək Azərbaycanda da çox məşhurdur və elə mən də çox sevirəm.